bugün bizə kim baxırsa və izləyirsə, hamınıza xoş gün, gözəl əhval ruhiyyə arzulayıram. Bu günləri qiymət çığırtmanın hazırlanmasını sizlərlə paylaşıb bölüşürəm. Siz də bildiklərinizi belə mənə yazmağı unutmayın. Baxanlara çox-çox təşəkkür edirəm. Yeni baxanlardan abunə yazılmağı hətta belə xahiş edərdim. Nəysə, keçək hazırlamasına. Milli mətbəximizin yeməyidir çığırtma. Demək, artıq 400 qram mal və yaxud da ki, dana və yaxud da ki, qoyun əti ət maşından keçirdim. Mən artıq ət maşından keçirtmişəm. 3 ədəd yumurta, 3 ədəd belə bir ölçüdə soğan, çox da böyük ölçüdə olmayan soğan. Əlbəttə ki, ağız təmininizə uyğun əlavə edin. Əgər çox xoşlayırsınızsa soğanı bir qədər çox əlavə edin. Bəziləri pomidor, biber vurmur, amma evdə varsa, nəyə görə istifadə etməyi varsa, pomidor da əlavə edək və biber də, duz, istiot və yaxud da ki, acı biber. Soğanı istədiyiniz şəkildə doğrayın, ya kub şəklində xırda-xırda və yaxud da ki, çığırtmada, turşu qovurmada doğradığımız kimi soğanı da doğrayıram. Dediyim şəkildə soğanı da doğradım. Üzərinə azca duz əlavə edirəm. Tavanın içərisinə yağ əlavə etdim. Biraz duz səpirəm. Doğradığım soğanları içərisinə əlavə edib pişirirəm. Biraz da qızardıqdan sonra soğanı tavanın içərisindən başqa bir boşqabın içərisinə qoyuram. Toyuq çığırtmasında hazırladığımız kimi. Əti içərisinə əlavə edib, yağda bişirirəm. Duz əlavə edirəm. Mən bu günləri duru yağda hazırladım. Əgər istəsəniz tereyağında, əridilmiş tereyağından istifadə edin. Yağda biraz qızartdıqdan sonra üzərinə sarı kök əlavə edirəm. Soğan içərisinə əlavə edib birlikdə qovururam, qızardıram yağda təqribən 3 dəqiqə. Ki soğan çox da yanmasın. Üzərinə konservləşdirilmiş pomidordan istifadə etdim. Əgər pomidor qoyursunuzsa, ağız təmininizə uyğun. Əgər xoşlayırsınızsa, pomidorun qabığını təmizləyin. Biraz da qırmızı biber doğradım. Belə bir şəkildə birlikdə bunları qovururam. Qızardıram yağda. Pişdikdən sonra yumurtanı üzərinə əlavə edirəm. Kapağını örtürəm, tam pişsin və yaxud da ki, duxovkada pişməyə qoyun. Bugün də hazırladığım bu qədər bildiyimi sizlərlə paylaşdım, bölüşdüm. Siz də bildiklərinizi belə mənə yazmağı unutmayın. Sağollaşmıram, yenə də hələlik deyirəm.